unudulmaz sənətkarımız Vaqif Səmədoğlunun Azərbaycan əskəri ilə bağlı çox təsirli sözlərini xatırlatmaq istəyirəm. O, publisistik çıxışlarından birində qeyd etmişdi ki, mən o günü çox gözləyirəm. O gün haqqında hətta yuxularımda düşünürəm. Arzulayıram elə bir gün gəlsin ki, əskər girən məclisdə Vaqif Səmədoğlu ayağa qalxsın. İhtimal ki, dəyərli şairimiz nəticəsiz sülh danışıqları ilə uzanan Dağlıq Qarabağ problemindən dərdli danışan zaman belə qənaətə gəlmişdir. Çox şükürlər olsun ki, Vaqif Səmədoğlunun ruhu indi çox şaddır. Həqiqətən, qalib Azərbaycan əskərinə hörmət fəxirli hörmətdir. 44 günlük vətən savaşımız dünyaya sübut etdi ki, sarsılmaz yurt sevgili Azərbaycan əskəri öz döyüş qəhrəmanlığı, əxlaqi və mənəvi idealları, hər tərəfli hərbi tərbiyəsi, sönməz inkişaf meyilləri, misilsiz döyüş mətinliyi, yüksək göstəriciləri ilə fərqlənir. Azərbaycan əskəri barədə Vaqif Səmədoğlunun yaddaşımıza həkk edilən fəxri edici düşüncəsi əyilməz Azərbaycan xalqının mənəvi dünyasına xas olan bir düşüncədir. Unutmaq olmaz ki, Azərbaycan əskəri millətimizin qəhrəmanlıq imzasıdır. Qalib əskərin məclisə girişində ayağa qalxmaq milli əxlaqımız baxımından böyük-kiçik məsələsi deyil. Azərbaycanımızın milli namuskeşlərinə hörmət əlamətidir.